Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün 9 oktyabrdır. Üzümdən, gözümdən yorğunluq yağır. Saat 5:30-dur. Güya yazılıb ki, 9 dəqiqə sonra avtobus oluşdu. Yəni tələsməyə dəyməz. Bugün işdəyəm. Bugün Elmanın выходной-dan görə özüm tək gedirəm. Gedək görək nə olur. Tortu gecə bişirdim. İşdən gələn kimi tortu götürüb getməliyəm təbrik eləməyə. Yenə həmişəki sastayaniyam başladı. Yuxudan səhər saat 5-də ayıldım riski bu dinlikin səsinə. Öz-özümə fikirləşdim ki, ay Allah, bugün nə günümdür, yoxsa iş günümdür? Görürsən bugün hansı işdəyəm? Görürsən gecikdim, yatıb qaldım, yoxsa vaxtında durdum. Yadıma düşdü ki, bugün MRP-dəyəm. Neyse, gedim astanovkaya. Bugün güya məndə az adam olmalıdır. Dünən 120 nəfər olmalıydı, bugün 50 nəfər. Qəşəng rahat işlərimi görüm ki, 3 tamamda çıxım. Zaten maşın yoxdur bugün. Demək ki, nəymiş? Günel həmişə gecikmirmiş. Hələ avtobus 4 dəqiqə sonra olacaqdı. Nətiz gəlmişəm mən. Gözləyək də nağarıq. Avtobusdan düşmüşəm, gedirəm. Hava soyuqdur düzü. Duman çən o heç öz yerində. Sabah səhər tezdəndən ikinci işdə olacam. Amma tək başına olacam. Keçən səfər yenə Katyaya yazırdım. İndi neynim? İndi nə eləyim? Bu səfər mənə deyir ki, mənə yazma. Mən saat 9-da gələcəm. Saat 6-dan 9-a kimi tək olacam. Ondan sonra Katya gəlirdi. Baxaq da, nə bilim. Orada kamera var. Heç inanmıram ki, orada çəkilişlər eləyə bilim. Amma ki, heç nə pişirib düşürmək gözümə durmur. Gözümə durur ki, iş günüdür, 5-ci gündür desin sabah. Hamı tökülüşür səhər tezdəndən, kimi məktəbə tələsir, sasiskov test istəyir, kimi işə tələsir, kapuçino istəyir, espresso istəyir, nə bilim nə istəyir. Tələsik tez eləyib yola vermək lazımdır, hamına ki şikayət olmasın. O tez iş görməkdə mən ən qorxduğum otiret yığmaqdır. Heç sevmirəm otiretlə işləməyi. Gün bura açıq olsa çörək alardım. Açıqdır, içində durur. Heç vaxt sveji çörək olmur. Sveji çörək bir başqa saat 10-dan sonra olur. Evdə çörək yox idi deyən gətirmədim. Gedək görək nə tapıb, nə yeyirik. Gəldim, çatdım. Lipyoşka aldım, elə də bərk deyil. Sanki təzə pişiriblər. Bura girəndə ürəyim elə sıxılır, çox istidir içəri. Elə pis yuxum gəlir, inanırsınız. Yuxudan yatıb doymamışam. İstəyirəm qıvrılım orada yatım. Nə deyirsiniz? Saat 8:40-dır. Mən bu işimi sevirəm. Amma bilmirəm nədir, nə problemdir, bilmirəm. Mən həmişə qılıncımı qırım. Mən həmişə bu işə gələndə yuxu gözümdən tökülür də, özümdən asılı deyil. Zamanla danışıram, gözümün biri yumulur. Ən çox da bu gözüm. Gəldilər. ABD bağlanmağıma hələ 4 dəqiqə var. Mən önce hazırladım özüm üçün. İstəyirəm tez yuyum, buraları yığışdırım. Jurnallara yazmışam, qalıb zakaz eləmək. Bir də malları saymaq. Onları da eləyəndən sonra rahat saat 3-də gedə bilərəm evə. Saat 3'e qalıb 13 dəqiqə. O biri qruppadan, o biri işin qruppasından qızlar yazı qalıb ki, sən nə vaxt gələsən uje? Demişəm ki, saat 4-də, 4:20-yə gələrəm. Gedib əynimi dəyişərdim. Çox qalın geyinmişəm. Bilmirəm nədəndir, mən bu işdə istidir nəsə. Amma yox, bir dənə də bayaq qadın girdi, dedi ki, burada sizdə havasızdır, nətər durursunuz burada? Bilmirəm nədəndirsə, çox istidir, ürəyim sıxılır. Gedib əynimi dəyişərdim. Nə geyinəcəm bilmirəm. Ləlişə sifariş verdiyim
Gərək onun artiklını yazırmı? Elə həmən videonun altına. Oy. Ayağımı vurdum. Lərşə sifariş verdiyim kostyumun yenə zamşasını sifariş eləmişəm. Bu səfər gedib onu da götürüm baxım. Əynimə gəlsə elə ondan gedərəm. Görək nə olur. Gedib bəzənərdim, bir adam oxşayardım. Nə bilim də, həmişə işdə olanda adamın həvəsi olmur bəzənməyə. İndi elə bil ki, ad gününə gedirsən də. Prosta o upravляющий saat 6-da 7-də evə getməlidir. O səhər smenə olduğuna görə 6-da 7-də evə getməlidir. İkinci smen onu buraxmalıdır. Ona görə mən istəyirəm tez gedim ki, vaxt çatdırsın, evinə də getsin, evində də ad gününü qeyd eləsin. Sabah da mən səhər tezdən olacam. Elə gözümə durub qorxuram. Amma mən səhər tezdən olsam, mən də sabah 6-da 7-də gedəcəm evə. Yəni böyük plusdur evə tez getmək. Həmişə 10-da gedirəm. Əslində axşam işləmək mənə daha asandır. Axşam nə var orada, nə bişirilibdir onu satırsan. Lazım olanda yenə də çörək bişirirsən və salam. Ancaq çörək. Amma özü axşam oçetdə olmur. Amma səhərlər oçet olur. Hamı işə tələsir, metroya tələsir, avtobusa tələsir, məktəbə tələsir. Çıxdım işdən, Astanovkadayam. Əynimi geyinmədim, elə-belə çıxdım. 2 dənə avtobusu buraxdım, 3-cünü gözləyirəm, görüm, gəlsin, gedim evə. Güzgün kirinə bax. Neysə qızlar, götürdüm. Bu sanki uzundur. Qolu da. Biraz zamşa oxşar, amma zamşa deyil. Götürəm. Qucum zamok yaxşı bağlanır mı? Neyse paltarı götürdüm. Geldim çörəyi almağa, pesoq almağa. O da Piturkan dəyişiblər, labirint olubdu. Tapsam alacam, Allah qoysa. Pesoq götürdüm, gətirənə kimi cırıldı paket, kassaya gələnə kimi. Oy, heç nə, görüm nə tərəf aparam. Saat 5 işləyib 15 dəqiqə. Qonşumuzun bir iti var, mənim buramdandır. İndi liftdən o çıxdı. Neçə liftdən yaxşı gəlmir. Tez ventilatora qoşdum. Özümdən asılı deyil mimikam. Gedim tez əynimi dəyişim. Kökəlmişəm deyən paltalar əynimdə pis qalır. Görüm, ətə yapışmayan koftam varmı mənim? Motonun var. Baxaram bir şey. Demişdim ki, qızlar, mən çıxdım artıq bu səfərdə Ləlişin kurtkasını giyindim, bez rukavkasını. Bu arada tortumun üstü qoruyub, görüm seçə bilsəm. Baxın, hər dəfə sizə dediyim şey, tort yıkanda belə olur. Mən də mən unutmuşam ki, bu Napoleondur. Napoleon tez çəkir canına, kimsə gəldi. Avtobus gözləyənə kimi çəkim. Deməli, kremin bütün nəmliyini korş çəkir canına. Ona görə də dirənçinə çatlar əmələ gəlir. Mən də həmişə sizə ona görə deyirəm ki, kremi çox bərk çırpmayın. Yağışa düşdük qızlar. Yağış yağır. Zato gəldik, çatdıq iş yerinə. Saat 7 tamamdır, mən çıxdım işdən. Prosta Ləliş yazdı ki, mam, geçsən mən yatmaq istəyirəm. Mənim də açarım yoxdur, evin açarı. Ona görə gedirəm evə, qoy yatsın. Yazıqdır, yorulubduq məktəbdən sonra. Nə bilim ki, qəşəng oturduq, yedi, içdik. Tortumdan da yedilər, bəyəndilər. Hamısının xoşuna gəldi. Biraz elə bir kremi az olmuşdu. Evdə indi özüm üçün eləyəndə kremini biraz bol eləyərəm. Qəşəng yumşalmışdı, hər şey yaxşı idi.
Neyse, hava soyuqdur, gedim evə. Uşaqlar, nə bilim, indi başlasam bişirməyə nə vaxt qutararam. Sabah da səhər tezdən burada olacam. Bircə ot çəkdən qorxuram, işləməkdən qorxmuram, ot çəkdən qorxuram bircə. Ki, ot çək yığılacaq, çatdıramayacam. Özümü tanıyıram, axı bilirəm ki, ləngəm, ləng. Gəldim, evə çatdım. İndi yadıma düşür ki, axı mən xəmiri marazilkaya qoydum. Mən marazilkadan çıxartmamış, buzunu açmamış nətər pişirim mən onu? Onu gərək ev günümdə pişirərəm onda. Sabah işdəyəm, birisi gün evdəyəm. Sabah işdən gələndə çıxardım, qoyum xaladenikə. Birisi gün səhər tezdən başladım pişirməyə. Şeydir, Ruslan göndərmiş Samboya. Bugün 4-cü gündür, 2-ci, 4-cü günlər Sambosu var. Ləliş evdədir. O birisi hələ gəlmir. Gedim ondan sonra axşama yemək pişirim. Qızlar, bilirsiniz nə fikirləşdim? Fikirləşdim ki, əldən qalan 50 il qalır. Biraz demişəmsə ki, hazırlayacağım uşaqlara. Gətirim hazırlayayım. Çünki dəmir isti-isti qoyarlar. deyə düşünürəm. Sembol əlimin altında hər şey var. Bu da kremə. Təzə krem eləyəcəm. Çünki dünən bütün kremi işlətdim. Nə deyəcəydim? Dünən mən 12-dən kündə hazırlamışdım. Kündədən birini yandırdım. Lap birincini yandırdım. Bugün bunun ışığı yanır. Bot. Buranı düzdür bıçaqlayıb da işlədə bilərəm. Ladna. 12-dən kündədən gördüm kündələr yekədir. Hamısının qırağından bir dənə qoparda, biraz qoparda 13 kündə elədim. 14-cü kündəni isə xaladenikdəki xəmirdən götürdüm. İtoqda 14 kündədən qat-qat xəmir pişirdim. Yəni Napolyon xəmirini pişirdim. Deməli bayaq sayıram 1 2 3 4 5 6 dənəsi qalıbdı. Demək ki, mən onun hardasa bir 8 dənəsini işlətmişəm o biri torta. 8 dənədən tort yığa bilmişəmsə 6 dənədən də yığaram. Gətirim bunları hazırlayım, tez yığım tortu. Qoy uşaqlar da yesin. O biri xəmirdəki qaçaqaç deyil ki, xoşlarına gələr istəyərlər yenə pişirərəm. Xoşlarına gəlməz, yəni bununla doyarlar, yetinərlərsə ayın 16-sı Aminin ad gündür, Aminin ad gününə pişirərəm. Baxarıq vəziyyətə. Əvvəlcəsinə heç nə demirəm. Deməli xanımlar, mən hər şeyi hazırladım özüm üçün. Kremi bu səfər çox götürdüm, çox elədim. Bu səfər kremimiz çox qatı deyil. Sonra dünən neynəmişdim, bugün ondan da eynən. Deməli 2 dənə korjdan kruk kəsirəm belə. Bunları yerləşdirirəm, kremləyirəm falan filan. Və sonra 3-cü korja gedir bu qırıntılar. Bu qırıntıları bitişdirə bir dənə korj düzəldirəm. Onu da göstərərəm sizə. Şimdi, tortumuzu yığaq. Baxın, bu səfər kremimiz formasını saxlayan krem deyil. Çünki hamı nə eləyir? Öz səhvlərin üstündə öyrənir. Biraz kremi yumuşaq elədim ki, korj yaxşı canına çəksin və tortumuz quru alınmasın. Sonra aralarına, həmişə belə eləyirəm mən, aralarına yamaqlardan korj düzəldirəm. Sen burada işliysen. Bakın belə. Görsənir mi? Görsənir. Bu qayda ilə tortu üst-üstə yığacağıq korjları.
Aralarını kremli yığacağıq. Nə qədər alınır. Arada bərədə üstündən sıxmaq lazımdır ki, çox belə havalı qalmasın. Belə bir dəfə yamaq, bir dəfə korş, bir dəfə yamaq, bir dəfə korş. Beləsinə qalxızacağıq, hündür eləyəcəyik tortumuzu. Şu qızlar hazırladım, belə oldu. Axırıncı korju da qoydum. İndi istəyirəm göndərim bunu. Əslində həmən xaladenika qoymuram mən əşraf ki, şey olsun, yumuşalsın. Bu səfər qoyacağım xaladenika. Belə oldu. Bilmirəm daha. Aralarında düzü krem çoxdur, çünki istəyirəm quru çıxmasın, quru alınmasın. Biz yaxşı düzəldirik də. Tək uşaqlar sevinsin. Ruslan dünən qırıntılar yeyə qalmışdı. Biraz da o xantı qaldı. Bunu da üstünə səpərik. Gələn kimin kuxnaya mamasının yanına? Hə, danış. Сегодня я на тренировке. Все делал правильно. На пятерках. Da. Orada da qiymət verirlər ki. Ну да, но там нет дневника никакого. Aha. Вот. У нас в конце тренировки был уголок сегодня. Уголок это когда ты ноги крест-накрест вот так вот садишься и руками отталкиваешься от земли. Əlin üstündə özü qalxır. Да. Yuxarı. Как думаешь, кто побил рекорд всего Конечно, мы. класса? Да. Потому что biz uşaqlıqdan elə otururuq. Мы с детства так сидим, сынок. Ну, не 30 секунд же. Kremdən biraz qaldı. Bu da bişmiş kremdən biraz qaldı. Qoydum qablara. Ağızlarını örtəcəm indi. Yığışdıracağım. Dibi biraz tutul. Yığışdıracağım xaladenika. Görək nə olur. Hə, itok. Ты молодец. Да, у меня сегодня пятерка. Молодец. Kaç tane elədin? Да. Başqa nə qaldı? Ничего. Hə? Ничего. А просто одеть брекеты, не, покушать, одеть брекеты. Ой, да какие брекеты? Покушать, прополоснуть рот. Надо пойти сейчас почистить брекеты. Ой, да ну пластинки, не брекеты. Ну, а их зубной пастой надо чистить. Da, dedi ki, dişini necə yuyursənsə, onu da hələnsinə. Точно. А с зубной пастой. Так, я тебе сделала а-ля торт. Давай. Yox, qoy propitasiya olsun. Ged əyniləş. Deməli qızlar, Ruslan gedirdi plastinkasını yumağa. Saxladım ki, çəkim sizə. Plastinkası belə görsənir. Bizdə qızlarda buradan sıxırdıq plastinkanı. Amma burada soruşdum, lazımdır sıxmaq, dedilər ki, yox. Bu sini olan dişinin slepakıdır. Пластинка üstəkidir. Bir də əlinlə yavaşca götür balım. Вот так вот. Da. Как я вытаскиваю, вот сюда вот так пальчики. Dişində belə oturur ağzında. Аккуратно. И иногда вот тут у меня немного вот эта вот железяка застревает зубы. Как будто сейчас выпадут эти зубы, но потом я ее снимаю. Всё, belə. Bu mənim Ruslanın at dişləri belə görsənir. Səndədir quşların səsi? Deməli qızlar, istəyirdim makaron xəncəl eləyim, əti çıxart, toyuğu çıxartdım, makaron çıxartdım. Gedirdim balkona ki, soğan götürüm, baxdım ki, 3 dənə soğan var. 3 dənə soğanla makaron xəncəli olursun o. Ну, вообще да. Вообще da нет. Soğansız yemək olar? Да. Neyse, Ruslan deyir ki, sabah məktəbdəyik. Hara bizə çesnok yedizdirirsən. Gələndən 3 dəfə asqırıb ucu. Neyse, onda onda bunu qoyaq qırağa. Sabah mən işdəyəm saat 7-yə kimi. İşdən çıxanda soğan alaram, bir gün bişirərik, hə? Bu gün kartoşka qızardaq. Kartoşkamız var, xeyli. Seriala baxa-baxa soyuram, baxa-baxa soyuram. Bir də baxıram ki, bir nə qədər soymuşam. Bunun hamısını qızarda biləcəyik. Ну, бедно.
Deməli 3 kilo kartoşka almışdım. Deyəsən 3 kilosunu da soydum, doğradım. Мне, в принципе, эта песня нравилась и до этого. Oxu biraz. Adeus Italia, adeus spaghetti. Toto Cutugno. Deməli qızlar, tortumuz krem sayəsində belə hündür oldu. Çox qəşəngdir, çox dadlı da alındı. Buyurun sizlər də hazırlayın. Resept çox gözəl reseptdir. Hamıya məsləhət görürəm. Bugünkü vloqum bu qədər oldu. Çox az oldu bilirəm. Amma elə bir güclü çəkməyə heç nə də tapmıram. Üzrlü sayın.